Salam, istəkli tamaşaçılar. Bu verilişimizdə biz Qərbi Azərbaycanın Calaloğlu bölgəsindən söz atacağıq. Calaloğlu, Loru Pəmbəş deyilən coğrafi bir ərazidə yerləşir. Bura 1001 güllü çiçəkli, biçənəkləri, yaylaqları ilə fərqlənib həmişə. Sovet hökuməti qurulandan sonra həmin ərazi Stepanavan adlandırıldı. Bugün isə yeni 1988-ci il hadisələrindən sonra Taşır adlanır. Bir zaman dağ borsasının ərazisində olan Calaloğlu 1920-ci ildən sonra, yəni Sovet hökuməti yaralanandan sonra birdən-birə Ermənistan adlanan coğrafi bir ərazinin tərkibində qaldı. Elə o vaxtdan da həmin ərazidə yaşayan Azərbaycanlıların yeri laxladı. Bugün Calaloğlu göylərinin ulduzlarının sayrışmağında, durnaların uçuşunda da bir qəriblik var. Qara Arxas yaylağında binə çadır qurulmur. Arxas yerləri neçə illərdir alan axırlara, ağ sürülərə həsrət qalıb. Sərdar bulağı, Haley bulağı üstündə qonaq qaralar görünmür. Ağlağandan, əyri qardan xəstə üçün qar gəlmir. Oradakı ellərin oğul qızları doğma yurtların həsrətindən xəstə olublar və təsəllilərini qərib yuxularından alırlar. Azəri türklərinin 1000 illər boyu burada yaşamalarını o yerlərin qayalarının yaddaşı da deyir, yer-yurd adları da. Ta qədim zamanlardan Loru adlanan bir ərazi 1000 illərin köç arabalarının, dəvə kərvanlarının şahid olublar. Bu yollar bərəkət, halallıq, qohumluq yollar olub. Özümüzdən özümüzə gedən, içimizdən keçən, bizi təzələyən yollar olub. Tarım müəllim, biz bir gün çox böyük bir kədər yaşayırıq. Yəni həmişə ucalıqla öyündüyümüz dağlar, özümüz arxa saldığımız yurtlar bu gün bizsizdir. Yəni bu bir deyil, iki deyil böyük mahallardır və bu mahallardan biri də Lorudur. Loru Pəmbəş zonası bizim doğduğumuz yurtların bir parçasıdır. Böyük bir bölgədir. Əvvəla gözümüzü açmışıq dağınla, suyunla, yaylağınla, aranınla. Bahəm, gözəl bir yurtdur Loru Pəmbəş. Yəni burada ayrı-ayrı kətlər, ayrı-ayrı köylər, yurtlar var. Məsələn, indi yadımdadır, tutaq ki, Can Bağça, tutaq Soyuq bulaq, tutaq ki, Oy dərəsi, Xırman yurdu, Qaranlıq və s. Bax, bu mən dediklərim %1-idir. Yəni bu Loru vadisində, Loru dağlarının arasında yerləşən köylərin, kətlərin adıdır. Loru böyük bir ərazini tutur, təbii ki, coğrafi baxımdan, coğrafi məkan baxımından. Bir tərəfi indiki Kürdistanın Borçalı mahalına sökəklidir. O biri tərəfi gəlir Gümrü, Qars ellərinə qədər gedib çatır. Bir tərəfi Ağbaba, Amasya elləridir, Çıldır ellərimizdir ki, demək bunların hamısı bahəm, bunlar hamısı bir-birinə sökəkli, bir-birinə qarşı-qarşıya, qoşa-qoşa olan yurtlarımızdır, ellərimizdir. 1850-ci ildən sonraki demək kitablarda, təqvimlərdə Lorunun adı o Borçalı qəzəsinin bir üyezdi kimi verilir. Yəni böyük bir ərazidir, bu elə bir ərazidir ki, bu elə bir coğrafi bölümdür ki, Azərbaycanın nətər deyim, karvan yollarının elə bil ki, gəlib keçdiyi bir bölgədir. Bir tərəfi çıxır Qarsa, Türkiyə, o yuxarı ellərimizə. O biri tərəfi tutaq ki, Azərbaycanın bütün xəttlərini birləşdirən, yaylaqlı, dağlı, aranlı, dağlı bir bölgədir. Təbii ki, indi bugün bizim itirdiklərimiz torpaqlardandır Loru, bizim itirdiklərimiz yurtlardandır. Yəni bizim, necə deyərlər, köbəyimiz kəsildiyi torpaqlarımızdır, ruhumuzun dolaşdığı torpaqlarımızdır. Mən bir də sizi onu demək istəyirəm ki, Loru bir qədim ərazi olmaqla, böyük bir bölgə olmaqla yanaşı, bax, buradakı adlar, coğrafi məqamlar, coğrafi yer adları, toponimlər o qədər bizimdir ki, yəni belə araşdırdıqca baxırsan ki, burada müxtəlif tayfaların yaşaması, Türk tayfalarının, Quqarların, tutaq ki, Kimerlərin izləri var.
başqa tayfalarımızın izləri var. Bunlar da min illikləri adlayıb, təbii ki, adlayıb keçir. Cəlaloğlu böyük bir əhatəli rayondur, böyük bir bölgədir. Əsasən əhalisi Azərbaycanlılardan ibarət olub. Tarixi məxzərdə də göstərir. İnqilabdan əvvəl buranın əsas əhalisi Azərbaycanlıları idi, türklər idi. Sonralar köçürülmə ermənilərin bir qədər sayı çoxaldı. Yəni ermənilər köçürüldü və demoqrafik vəziyyət bir qədər dəyişdi, yəni ermənilərin xeyrinə dəyişdi. Sonralar Sovet vaxtı, Sovet imperiyası, 70 illik Sovet imperiyası vaxtında o demoqrafik vəziyyət daha da kəskin şəkildə dəyişildi. Adı da Stepanovan oldu. Bəli, adı dəyişildi, Stepanovan oldu. Yəni mən nəyi demək istəyirəm? Bu yerlərdə, məsələ, bizim köklərimizlə bağlı, böyük qədim tayfalarımızla bağlı, elatlarımızla bağlı adların adı dəyişsə də, kağız üzərində dəyişsə də, mən inandırım sizi, bu gün orada biz yaşamırıq, çıxmışıq. Yəni bu gün ermənilər öz köhnə adlarından onları deyirlər. Heç kim ona Stepanovan demir və hətta ki, bildiyiniz kimi o Şahnazar kimi böyük kəndin adını heç kim Metsavan demir və başqa şey. Yəni o köhnə adlarla. Yəni mən sizə deyim ki, Miraslan müəllim, qoca tarix ruh kimi o yerlərin üstündədir. Bizim orada Xıdır Əlləz deyilən böyük bir ziyaratımız var, çox mövlana bir ocağımız var ki, ocaq çox müqəddəs bir ocaqdır. Və babalarımız orada yatır. Bəli, o torpaqda yatır. Yəni o ocağın özü sınanılmış bir ocaqdır, mən sizə deyim Miraslan müəllim. Yəni ləkə götürməz, yəni bu erməni murdarlığını heç cürə götürməz bir ocağımız var. Azərbaycanın orada nə qədər malı vardı, qoyunu vardı. Bunun otunu piçəndir, mıxlayan, gətirən, təyyə quran, arabamızı, kötanlarımızı, dumruqları hamısını təmir edən bu ermənilər idi bizim qapıda. Hətta mən özüm eşidirdim, onlar deyirdi ki, Allah min bərəkət versin türklərə ki, bunların piçin vaxtı olanda düşür ki, bizim qarnımız qatığa doyur. Belə bir yaşayırdıq. Bizim həmişə Yoxbulaq kəndində də, Qızıl Şəfəqdə də, İlməzdə də, burada başqa Azərbaycanlı kəndlərində hamısı ermənilər bu qaydaydı. Bizim ermənilərlə başqa münasibətimiz yox idi. Onlar yalnız bizim qapı bacanı, otunu piçib, yıxışırıb, gətirib, məşğul olurdular. 29-30-cu ildə qalxoz quruluşu gəldi. Cəmaat da nəyi vardı, varidatının hamısını bu Azərbaycanlı xalqı qanuna tabi adam idi. Mən elə qanırım, 1 ilin, 2 ilin içində hamı öz təsərrüfatını, malının, qoyununu, torpağını, atını, kötanını, hamısını qalxoza verdi. Qalxoza verdilər, qalxoz quruluşu oldu. Ancaq bu qalxoz quruluşunda kənddə də biraz varlı, çox mülkü olan adamlar vardı, çoxlu inəyi, qoyunu olan adamlar vardı. Bunların hamısını bir 30-cu ildə, bir də 37-ci ildə tamamilə ilə ailəliylə məhv etdi ermənilər. Sürgün elədilər, tutdular, apardılar, öldürdülər. 37-ci ilin o yaraları hələ bir çox ailənin yadından çıxmır, o cümlədən də bizim. Hələ mənim də atamı 37-ci ildə tutdular, 3 gündən sonra da onu ilə rayonun özündə güllələmişdilər. Heç nə məhkəməsi olub, nə bir şeyi olub. 60 ildən artıq keçibdir. Bugün də biz onun ailəsi hamımız düşünürük görən bu atamın bahisi kim oldu? Günahı nə idi? Onun günahı nə idi? Bəlkə də atamın tutulmasına biz ailəmiz heç bir o qədər incimirik. Ancaq bircə ona inciyirdik ki, elə bir damqa vurmuşdular ki, bizə xalq düşməninin oğludur. Çox çətin. Çox çətin əziyyət verildi bizə. Sonra 1958-ci ildə atamın tamamilə günahkarsız olmağını bir mənim atamın yox, bütün rayonda tutulan o Azərbaycanlıların sürgünə göndərilən ölənlərin, ailə uşağı, onların hamısını bəraət verdilər. Ondan xeyr var artıq. İndi qırmışdılar bunlar. Hə, bəli. İndi bunlar hamısı da qırılıb gedib. Ancaq biz qorxurduq da onu. Devlətdən də qorxurduq, çünki devlətin də başında duran Ermənistanda hamısı erməni idilər. Onlar üzdə bizlə danışırdılar, gülürdülər, söhbət edirlər, ancaq onların qəlbində bu kəlmə heç bir vaxtı çıxmayıbdır. Azərbaycanlı kəndləri də Gürcüstanla həmsərhəd idik. Biz Gürcüstanda yaşayan Azərbaycanlılar da, dağ borçalısında yaşayan Azərbaycanlılar hamısı eyni kökdən, eyni süddən, eyni dindən olmuş adamlardır. Bir-birimizlə də əlaqəsi, xalqın münasibəti, gediş-gəlişi də həmişə çox yaxşı idi.
Orada son zamanlarda bir dənə şlanqbaum qoymuşdular. Rayon bir qədər bərkiyəndən sonra şlanqbaum qoydular ki, Gürcüstandan gələn Azərbaycan, Kalinodan gedən Azərbaycanlar həmişə bir-birlərinə tez getməsinlər, bir-birinə bir lazım olan şeyləri aparmasınlar. Bunu mən özüm şəxsən öz gözümlə gördüm. Rayonun milislə rəisi onu deyirdi, mən qoymaram ki, hər şey ki, Azərbaycanlar bu qədərinə gedib gəlsinlər. Biz bunları o vaxtdan da düşünürdük. Belə bir ziddiyyətlərin bir də yaxşı mənim yadımdadır. 1948-53-cü ildə Ermənistanda yaşayan Azərbaycanları hamısını Azərbaycana sürgün etmək, sürgündə edib. Mən özüm yanındaydım, Raykomun katibi, Yerevan Mərkəzi Komitənin katibi də gəlmişdir. Orada İlməzli məktəbində, rayonda yaşayan bütün Azərbaycanlı qalpoz sədrlərini, kənd sovet sədrlərini, partiya təşkilat katiblərini, məktəb direktorlarını oraya toplamışdılar. Yaxşı yadındadır, onda Topasyan adında bir katib vardır ki, indi sizə bir xeyir xəbər verim ki, mən elin atası, el atası, kim Stalinin adını deyir ki, el atası belə qərara gəlibdir ki, Ermənistanda yaşayan Azərbaycanlarını öz vətənlərinə köçürək, Azərbaycana. Çünki dedi, biz sizin üçün nə məktəb, nə klub, başqa mədəniyyət ocaqları təşkil etməyi bacarmırıq, bizim bir şeyimiz yoxdur. Onların hamısını lazım olan dərslikləri, avadanlıqları hamısını gərək Azərbaycan versin. Ancaq indi el atası Stalin belə qərara gəlibdir ki, çünki o Azərbaycanların xətrini çox istəyir ki, bunları köçürsünlər Azərbaycana. Bu vaxtki rəhbər kişilər, qoçaq, çox cömart, mərd Azərbaycanlı oğlanlar vardır. Hamı beləliklə bir qərara gəldilər ki, biz heç yerə getmirik. Nümayəndələr gələn Yerevandan, Kalinodan gələn nümayəndələr elə arzusuz, peşman da geri qayıdıb getdilər. Anamız Azərbaycanın, Borçalının qürbətdə qalan bir hissəsi olub, Loru, Calaloğlu. Bir şahın fərmanı ilə bizə yaddaşan Borçalı Sovet hökumətinin gəlişi ilə bir də parçalandı. Dağ Borçalı birdən-birə Ermənistan, Calaloğlu da Stepanavan, Kalino oldu. Torpaq ayrılığı birliyimizi də parçaladı. Köç yollarımız da bağlandı. Beləcə xırdalandıq, beləcə pərən-pərən düşdük. Mənim doğulub boya başa çatdığım kənd Mollev kəndi Canbağça elində, Loru çökəyində, Loru pəmbəkdə yerləşən gözəl kəndlərdən ən gözəli idi. Ağsaqqallarından, mərfətli cavanlarından, xanım xatın arvadlarından, sazından, sözündən məşhur olan bir kənd idi. Və indi Ermənistan adlandırılan o torpaq, Qərbi Azərbaycan torpağı, vaxtında bilməmişik qədrini torpağın. İndi yanıb yaxlayırıq. Gərək biz onun qədrini o vaxt biləydik. O Zəngəzurdan belə, İrəvandan belə. Bunların heç birini əlimizdə saxlaya bilmədik. Ağır kişilər olub bizim kənddə qəhrəmanlığınla, qoçaqlığınla bütün o tərəflərə səs salıblar. Vaxtı ilə ermənilər bir də baş qaldıran vaxtı rəhmətlik mənim babam Göygöz Musa, Hantırı Bəkir, Bayırmıllı Omar. Bunların səsi gələndə erməni zağ-zağ əsibdir. Və indi o kişilərin ruhundan biz ayv edirik ki, onların qavrınısa da qoruyub saxlaya bilmədik. Onlar çişinlə, dırnağınla o torpağı bizə saxladı, qorudu, amma biz saxlaya bilmədik. Bax, belə bir ağrı yaşayırıq, belə bir yük var, ağır yük var boynumuzda. Gözəl şairimiz Sücayətin o Mən olaydım rədifli bir şeiri var. Ona bənzədib bir dənə şeir yazmışam. Təbii ki, o Sücayətin şeiri qədər qüvvəli ola bilməz, amma ürəyimdən keçən ipə sapa düzmüşəm. Dedi, Çaxraqlıda qoca palıd, kaş yerinə mən olaydum. Hey baxaydım Mollevmə, tuş yerinə mən olaydum.
Bir soruşsan nədir dərdim? Gül əkmişdim, tikan dərdim. Uçub vətənə gedərdim quş, yerinə mən olaydım. Heç dözərmi quş qəfəsdə, vətən deyər son nəfəsdə. Bir qavırın başı üstə daş, yerinə mən olaydım. Gəzir qarış-qarış vətəni xəyal. Nə sürü görünür, nə arxar, nə yal. Oğul, telli sazda bir dübeyti çal. Haqsızlıq təkəri dayana bəlkə. Zəhərə dönübdü ən şirin tiken. Düşmənə əsirdi gül banu büken. Necəsən bir dəli bayatı çəkəm, dəniz alovlana, su yana bəlkə. Qışda qar görmürəm, yazda ildırım. Dərədə sel yoxdur, dağda sıldırım. Gedim dəli dağda, misri çaldırım. Yatan igidlərim, oyana bəlkə. İlham deyər, düşməm əldən ayaqdan. Bir qurtum su içsəm noylu bulaqdan. Dərəydim yemlikdən, quzu qulaqdan. Ömrümə bir ömür calana bəlkə. Bizim atalarımızın, analarımızın büyük kədəri bizimkindən böyükdür. Yeni yaşa dolan adamlar o torpağı daha çox istəyirlər və onlar hardasa da kövrəldikcə, saçları ağardıqca o torpaq çəkir onlar büyük. Çox doğru deyirsiniz Amir Aslan müəllim. Mən bunu öz atamın timsalında da deyə bilərəm ki, o vətəndaşı deyilən, mənim atam doğrudan o vətənin bir hissəsi imiş. Biz sözümüzlə, şeirimizlə, elə siz sənətinizlə o torpağı vurğunluğunuzu göstərirsiniz. Amma o kişi o kətdən ayrılan günündən iflic oldu. Yəni öz bədənində, öz canında göstərdi ki, mən orasız yaşamaq mümkün deyil. Belə baxır, soyuducuya baxır, kişi deyir ki, mənim ambarıma bax. Axı o elə yaşamayıb. Sürülər yaldan enibdir, qatığı, qaymağı, tejəni, yağ qarını. Ambarı belə olubdur, indi bir soyuducunun umuduna qalıb. Onlar daha çox çəkirlər bu ağrıyı. Mən bunu öz atamın, anamın, kəndimdəki ağsaqqalların timsalında deyə bilərəm. Dedi, bu nə qəm qayğıdır, mehriban ata. Sözlərinə qurban olum ailələ. Vətən həsrətimi yandırır səni, gözlərinə qurban olum ailələ. Hanım Olliyevin səsli, soraqlı, harostar, marallı, səngər, bulaqlı, qatardaş, göl yeri, noylu, çaxraqlı izlərinə qurban olum ailələ. Bu nə oyunuydu gəldi başına, həsrət qoydu bizi kəndin qaşına, yerinə, yurduna, qavır daşına, özlərinə qurban olum ailələ. Yəni ki, kişi ilə biz söhbət edəndə atamla deyir ki, heç olmasa öyümdə oranın bir parça daşı olaydı. Bu qav-qaşıq, bu şkafdakı qav-qaşıq bana lazım deyil. Çox üzr istəyirəm İlham. Yəni bizim hər hansı bir daşla, yaxud da ki, oradan gələn bir ovuz torpaqla, dəsmalın arasında bükülüb gəlmiş torpaqla təsəlli tapmağa bizim haqqımız yoxdur. Yəni bizim ən böyük haqqımız, ən böyük işimiz o torpaqlara qayıtmaq olmalıdır. Yəni büyün gözü yolda qalan o yerlərin, o toy damlarının biz qayıtmışla, toylarımızla, zurna səsinlə, sazlarımızla sevindirməliyik. Sizinlə razıyam Miraslan müəllim. Mən belə düşünüyorum ki, o dəsmala bükülmüş daşla qocalarımıza təsəlli verməliyik. Hələ bülöylənməmiş, itilənməmiş qılınclarımızı da uşaqlarımıza təqdim eləməliyik. Elə bu baxımdan
Mən düşünürəm ki, siz doğru deyirsiniz. Bədbinliyə qapılmaq lazım deyil. Uşaqları o ruhda böyütmək lazımdır ki, mütləq qayıdacaqsınız siz o torpağa və qayıtmalısınız. Bu sizin borcunuzdur. Hələ qurumuyub şirşir bulaqlar. Ceyranlar diz çökər, içər, darıxma. Bu gün veranədir meyvəli bağlar, gül açar, durnalar köçər, darıxma. Hələ ki güzarım şəhərdən düşüb, əyğim üzəngidən yəhərdən düşüb, hələ ki kərəntim kəsərdən düşüb, yerə qan ağladar, biçər, darıxma. Hələ ki torpağa gəlməyib dizim, hələ ürəyimdə qalıb son sözüm, hələ ki tökülməyib tarixin gözü, yaxşı yamandan seçər, darıxma. Hələ bu enişin tiklənməyi var, İlhamın köçünün yüklənməyi var, arxalı köpəyin təhlənməyi var, örkən doğanaqdan keçər, darıxma. Yəni bu formada təsəlli verirəm özümüzə ki, sağlıq olsun. Mən çox istəyirəm, təsəlli yox, yəni ki, hər şeydən qabaq hamımızın içimizdə bir ümid olmalıdır. Bəli, ümid. Ümid olmasa, inam olmasa, əməl də olmaz, qayıdış da olmaz. Gün o gün olsun ki, biz o Can Baxçelinin gözəl molla evində, o gözəl yerlərdə biz bax belə söhbətlərimizi ilə, toylarımızı, şənliklərimizi elə bir misal çəkirlər ki, həmişə aşağı bax ilə, şükür eləyinə. Bunu bu formada desək daha gözəl olmazmı ki, aşağı baxıb şükür eləyəncə yuxarı baxıb fikir elə. Yəni ki, bizdən irəli gedənlərə çatmaq lazımdır. Bax, bu yaxınlarda bizdə bir adət var idi, bəy oğurluyurdular. Elə Mövlüd Süleymanın da bir yazısı var, bəyin oğurlanması. Bir qonşuluqda bir oğlanın toyu olurdu. Toyda heç nə, bizə oxşar, bizim adətimizə oxşar heç nə görə bilmirəm. Doluydu adətlərlə, müxtəlif adətlərlə bizim toylarımız. Əlacım heç nəyə çatmadı. Bəyi çağırdım, mağazinin ambarında oğradım, gizlətdim bəyi. Bir nəmər də almadım, düzdür. Yəni ki, bizim o keçmiş oyunumuzu biraz oynadım. Yəni, 10 dəqiqədə olsa, 5 dəqiqədə olsa oru ilə yaşadım. Yəni bizim itirdiklərimiz təkcə dağlar, daşlar, o ellər yox, həm də bizim adət-ənənələrimizdir, deyimlərimiz, düzümlərimizdir bizim. Yəni, o adətləri icra eləmək, Miraslan müəllim, ancaq oranın özündə gözəl idi. Orada gözəl idi. Bizdə lopa qaldırardılar, şaq aparardılar, cıdıra çıxardılar. Hansı ki, burada onu eləmək mümkün deyil. Parçalanan, dağılan təkcə illər, elatlar olmadı. Toylar, adətlər, neçə yüzillərin ənənələri dağıldı. Hər il bir vaxtlar Soyuqbulaq, Dəmirçilər, İlməzdi, Cücəkənd, İmir, Qurtqal, Qarağala, Qızıldaş yerlərindən zurna səsi gələr, toy püsətlər qurulardı. Aşıqlar meydan usulayardılar. Bu yerlər, bu tədqiqat, bu toponimlər çoxlu tədqiqata yatan materiallar verir. Əlbəttə ki, vaxtında biz bunların çoxunu araşdıra bilmədik. Elə sizin özünüzün yadınızdadırmı? Əhməd Oğuzla o Soyuqbulaq qayalarında tapdığınız o yazılar, nə qədər o mixi yazılara oxşar bir yazılar idi, nə qədər tutaq ki, bizim Qobustandakı yazılarla həməhəng səsləşirdi. Bax, bu yaxınlarda türkolog alim Güllü xanım izah eləyirdi, danışırdı ki, tuvallar şamandılar. Bunların şaman qavalları var. Bugün o şaman qavallar hazırlanır, xüsusi ustaları var və bu qavalların üstündə şəkillər var. Bizim bugünkü Qobustan qayalarında olan şəkillər. Bizim Soyuqbulaq qayalarında olan. Bizim Soyuqbulaq qayalarında. Yəni Miraslan müəllim, bunların hamısı bir-birinə çox üzvü şəkildə, çox kökən bağlıdır, kökcə bağlıdır. Yəni çox maraqlıdır. Əlbəttə ki, böyük tarixi yerlərimiz, tarixi yurtlarımız, qayalarımız, daşlarımız, yazıda Koroğlu qayası nə qədər tədqiqat obyektinə çevrilə biləcək bir yerimiz, yurdumuz, Çox üzr istəyirəm. Sizin o doğulduğunuz elə Evlişənin yaxınında qədim
daşların arasında onlar yaşayış məntəqələri. O da biz öyrənə bilmədik, təqdir edə bilmədik Bilirsiniz, onları. orada kurqanlar vardı, o yeraltı tuneller vardı, indiki dilinlə desək, Daşo Çoroğlu qayasında. Dağın bu yüzündən tunellə girirdi, nə bilim dağın neçənci qatında o bir yüzündən çıxdı. Yəni o qədim tunellər idi, qədim tarixi yerlər idi onların hamısı. Çox təəssüflər olsun ki, onlar alimlərin də diqqətindən uzaq qaldı müəyyən mənada və biz elə bilirdik ki, həmişə əlimizdə olacaq, tədqiq eləyəcək. Bizim də ağlımız o qədər kəsmirdi. Yəni bizim də günahımız da çoxdur. Yəni onları itirən, deyək mən söhbətimin əvvəlində belə başladım ki, bizim itkilərimiz o qədərdir. Yəni bizim itirdiklərimizdən də əlbəttə. Yəni mən hardasa çalışıram. Yəni biz hardasa daha doğrusu çalışırıq ki, mənəvi cəhətdən bu itkilərimizi bütövləşdirə bilsək, mən elə bilirəm fiziki cəhətdən də bu itkilərimizi bütövləşdirə biləcəyik. Elə siz Mollayevi dediniz, bizim kəndi evini. Yəni mən bilən, hələ mən bilən bir tarixi məqsədlərə baş vurduqda, hətta yaşlıları biraz qurdaladıqda, danışdırdıqda mənə məlum olmuşdu, bu kəndin adı 4 dəfə tarixdə dəyişib. Aşıq Noyruz, Xarrat, Mollayev olmuşdu. Sovet vaxtı isə onu elədilər evli. Yəni evləri gözəl olan bir kənd. Əslində bu da bizim söz idi. Baxma ki, dəyişmişlər, yenə biraz bizim özlərindən də asılı olaraq biraz bizim xeyrimizə dəyişmişlər. Yəni evləri seçilən, evləri günəşə baxan, xeyra gənşərli evlər idi. Özünüz bilirsiniz ki, necə gözəl bir kənd idi, şən bir kənd idi. Yəni dağlı, aranlı, bağlı, bostanlı, torpağı nur verən, bərəkət timsallı bir kənd idi. Yəni çox danışmaq olar indi o yurtlarımız, yəni inandırıram mən sizi belə demək, əgər mümkünsə, caizsə. Yəni hardasa mən xəyalımda, ürəyimdə, mənəviyyatımda o yurtları itirə bilmirəm. Ən ağır itki də oradan başlayır. Yəni mən itmir, mənim üçün itmiş yurtlar deyil. Sadəcə olaraq niyəsə bilmirəm, elə uzaqdan baxıram. Tahir müəllimin evi elə o Evlu kəndindən lap çıxacağım dedi. Siz ona deyirdi sərhəd dirəyi, özümüz də ellərimizdə. Və bu gün biz siz də o dirəklər və sərhəd dirəyi ola bilmədik. Bilirsiniz Miraslan müəllim, mən elə bu gün də özümü sərhəd dirəyi kimi hiss edirəm. Yəni bütün vətənin, bütün torpaqların ağrıları, yəni o ucqar sərhədlərə hansı ağrılar ki keçə bilər, ucqar sərhədlər hansı ağrıları keçirirsə torpağın ucqar yerləri və mən bu gün də o ağrıları ürəyimdə elə keçirəm və bu gün də mən özümü sərhəd dirəyi kimi hiss edirəm. Yəni əslində hər birimiz sərhəd dirəyi. Əgər torpağın, vətənin bu ağrıları bizdən keçə bilirsə, bizdən keçirsə, təbii ki, biz sərhəd dirəyiyik və mən onu arzulayıram ki, o gün əlbəttə ki, bizim tariximizə yazılacaq böyük gün olacaq və o yurtlara böyük tarixi qayıdışlar başlamalıdır. Qayıtmaq ümidi ilə çıxdığımız ellərə indi dönənmirik. İnanmaya həsrətində qaldıq öz ellərimizin, öz evlərimizin. Balalarımız, pöhrələrimiz, budaqlarımız biz eləyə bilmədiklərimizi eləməlidirlər. Onlar şərləndirəcəklər ata-baba yurtlarımızı. Heç bir vaxtı mənim də baxmayaraq 80 yaşına yaxın yaşım var. Nə mən,
nə məni yaşda olanlar, nə məndən böyük yaşda olanların heç biri icazə verməz ki, o torpaqlar ermənilərin tapdaq altında qalsın. Hələ Ermənistanda Azərbaycanlı yaşayanlar. 88-ci ilin dekabrında Lennakan, Kirabakan, Spitak, Haman bunların yanında Allah Teala özü elə bir zəlzələ törətdi ki, 4-5 rayonun altını üstünə çöydü. Ermənilər hiss etdilər ki, bu Azərbaycanlıların, bu müsəlmanların Allahı var bizi məhv eləyəcəkdir. İndi bu saat heç kimdə, mən özüm də ki, qəti olaraq uşağımla, nəvəmlə, böyüklə, qonşumla barabar nə lazımdır çalışacağım ki, Ermənistanadakı torpaqlarımızdır, biz yenə oraya qaydaq. Demək yəni biz onu Qərbi Azərbaycanımızdır bizim. Bəli, bizim Azərbaycan torpağıdır, o da Azərbaycan torpağıdır. Baş keçiddən, Cəmbaqçıdan yuxarıki bu yerləri, Calalovuna qalxan bu yolları, kadrları, dəmirçiləri Omar kişinin oğlu İmran bu yaxın günlərdə video lentə alıb. Keç yüklənib, yollanıydı yaylağa. Səhər tezdən bal qataydım qaymağa. Qonaq olam fəsəliyə quymağa. Ayana, dağa yaylağa göndər məni, çiyələyə döndər məni. Gül dəreydim Axçalının düzündən, su içeydim bulağının gözündən, öpeydim Talib babanın izindən. Ayana, dağa, yaylağa göndər məni, gülə, çiçəyə döndər məni. İlham deyər, Talıblının oğluyam, ürəyimlə molleyvə bağlıyam. İstəmərəm sızıldıyam, ağlıyam. Ayana, dağa, yaylağa göndər məni, pəhləvana döndər məni, pəhləvana döndər məni. Yağı yaman olanda, vətən dərdə qalanda, hər birimiz pəhvana dönməsək, qorulub torpağımızda gözü olanların canını yandırmasaq, bizi gözü götürməyənlərin gözlərinə ox olmasaq, cənubdan, şimaldan, qərbdən parçalanan Azərbaycanın yaraları sağalmayacaq, bütövlüyü qorunmayacaq. Calalovuna, İrəvana, Göyçəyə qayıdış, Ağbabaya, Zəngibasara gedən yol Qarabağdan, ondan da qabaq hər birimizin içimizdən keçməlidir. Bu yol kökümüzə, özümüzə qayıdış yoludur.